Bugün 10-cu imamımız İmam Əli ibn Məhəmməd əleyhissalamın mövlud günüdür. İmamın ləqəbləri Hadi və Nəqidir. İmam Hadi əleyhissalam hicri təqvimlə 212, miladi təqvimlə 828-ci ildə Mədinə yaxınlığında yerləşən Səriyə adlı məntəqədə dünyaya göz açıb. İmamın atası İmam Muhammed Cavad əleyhissalam, anası Səmanə xanım olmuşdur. Xilafətin Abbasilər sülaləsinin əlində olduğu bir dönəmdə yaşayan İmam Hadi əleyhissalam çoxlu sıxışdırmalara və təqiblərə məruz qalmış, daim nəzarətdə saxlanılmışdır. Buna görə İmam əleyhissalam xilafətin müxtəlif məntəqələrində nümayəndəliklər yaratmış, nümayəndələr vasitəsilə öz fəaliyyət dairəsini əvvəlki imamlara nisbətən qat-qat artırmışdır. Teologiya, fiqh və digər sahələrdə imamın çoxlu bəhsləri olmuş və etdiyi bəhslərdə həmişə qalib olmuşdur. İmamın belə güclü fəaliyyəti Abbasiləri qorxudur və onu daha çox nəzarətdə saxlamaq üçün Samirə şəhərinə gətirirlər. Samirə şəhərində imamın fəaliyyəti daha da güclənir və Abbasilər onu zəhərləyərək şəhid edirlər. Hicri təqvimlə 254, miladi təqvimlə 868-ci ildə şəhadətə çatan imamın məzarı İraqda Samirə şəhərində yerləşir. İmamın mövludu münasibətilə bütün müsəlmanları və Əhl-i Beyt sevərləri təbrik edirik.